İlham Əliyevin qızı Əminə, hansı Azərbaycan mediaları, hələ hakimiyyət medialarının yarıdan çoxu İlham Əliyevin qızı yazmışdı. Hamımız da görmüşdük. Prezidentin qızı İlhamın qızı, dünya çempionu olmuşdu. Hamısını dəyişdilər, elədilər Leylanın qızı. İlham Əliyev öz qızını Leylanı pıstıyır. Leylanı doğuzdurubsan İlham Əliyevə. Ayıb deyilmə, iki kişisiniz. Kişi deyəndə bu əlimi dəmirə zıda vurma. Ayıb deyilməz. Nə cins insansın. Mən utanıram sizdən danışmağa artıq. Mən xəcalət çəkirəm sizdən danışmağa. Bəsdir bu qədər illər ərzində sizi qandırmaq üçün, sizə bənzəyənləri qandırmaq üçün qanacağımı itirdim burada. Mən baxıram İlham Əliyevin bu qızı Əminə. Bu necə döyüşdü axı, bunlar yerişini yeriyəmirlər. Bunlar hamısı raxit-maxit şeylərdir. Çünki hamısı bir-birindən qız alan, tayfabazlıq prinsipindən hökumət yürüdən, nə bilim soy kök artıran, qızı kişi, o bir qızı dəli, bu bir qız oğlu, nə bilim çolaq, nə bilim nə. O birisi belə, bu birisi elə. Bəsdir də İlham Əliyev, iki adam sana. And olsun Allaha, mən o yarışa baxanda mənim gözüm doldu. Mən həm əsəbləşdim, həm gözüm doldu. Uşağın da haqqını yemək olar. Nə olsun, nə İspandır, nə olsun İtalyandır. Bilirsiniz ki, İtaliyada keçirilir bu çempionat. İtaliyada keçirilən bu çempionat birbaşa İlham Əliyevin korrupsiyasına məruz qalıbdı. İlham Əliyevin korrupsiya bataqlığında batıbdı bu İtaliyadakı bu lazımsız çempionat, mənasız çempionat. Mən utandım, öldüm yerə girdim ki, İtaliyanın Perugia şəhərində konfu üzrə dünya çempionatının Licht Sanda döyüşü üzrə, yəni ona biz Lorda dilində konfu deyirik, çempion olubdu. Necə alçaq olasan, necə şərəfsiz olasan, uşaqların haqqını yeyəsən. Bunun provası gedibdi, provası. Rəqib İlham Əliyevin qızına yumruq atmamalı, beləcə eləməlidir. Vurmamalıdır, konkret vurmamalı. Beləcə eləməlidir. Təbii ki, atmaq istəyir, yarımçıq ayağını qaytarmalıdır, dəyməməlidir. Amma İlhamın yetimçəsi də belə olmalıdır. Ayıb deyilmə, kişi deyilsiniz mən. O qızı o gün çıxartmışsınız Pastamoyka xələtində. Bic doğulan evlatlarınızın üzərindən oyun qurursunuz. Onları da öz korrupsiyanıza, onları da öz cinayətinizə alət edirsiniz. Utanmırsınız İlham Əliyev. Sənin boyunu yerə soxum. Sən nə yaman saxtakar adamsan. Nə yaman yaramaz adam oldun İlham Əliyev. Gəlin baxaq dəyərləmədən. Baxın ay millət, baxın. Bax, o uşaq vurmur, bax yaşıl uşaq. Tutdu, buraxdı, vurmadı, bax. Vurmur, bax, nə ayaq vurur, nə əl, baxın ay millət. Bax, uşaq əlini, uşaq vurmur, baxın, uşağa deyiblər, vurma. Baxın uşağa. Bax, əlini tam açmır, baxın, yalandan. Buna bax, aya, boy. Yəni, bir dənə yumruq qoysa qız yerində qalır, ha. Bir dənə yumruq qoysa o idmançı. Qız necə nakauta düşər. Amma vurmur. Fikir verin. Yaşıl paltarlı İlhamın qızından ringə çıxan. İlhamın qızı utdu deyə sevinir utdu deyə. Allah, puh üzünüzə sizinə. Puh İlham Əliyev sənin üzünə. Puh sənin ailə başında oturan o yaramazların üzünə. Puh sizin hakimiyyətinizin üzünə.